Selamun Aleyküm ve Rahmetullah. Vilayet bayramımızı təbrik edirəm. Allah ibadətlərinizi qəbul etsin. Allah Hazreti Aleyhisselamdan məruf, məşhur eləsin sizi. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnellezîne ferrakû dînehum ve kânû şi'an leste minhum fî شيء إنما أمرهم إلى الله ثم ينبئهم بما كانوا يفعلون إن الذين فرقوا دينهم وكانوا شيعا لست منهم في شيء إنما أمرهم إلى الله ثم ينبئهم بما كانوا يفعلون من جاء بالحسنة فله عشر أمثالها ومن قل إنني هداني ربي إلى صراط مستقيم دينا قيما ملة إبراهيم حنيفا وما كان من المشركين قل إن صلاتي ونسكي ومحياي ومماتي
لا شريك له لا شريك له وبذلك أمرت وأنا أول المسلمين قل إن صلاتي ونسكي ومحياي ومماتي لله قل إن صلاتي ونسكي ومحياي ومماتي لله رب العالمين لا شريك له وبذلك أمرت وأنا أول المسلمين قل إن صلاتي ونسكي ومحياي ومماتي لله رب العالمين قل إن صلاتي ونسكي ومحياي ومماتي لله رب العالمين لا شريك له لا شريك له وبذلك أمرت وأنا أول المسلمين قل إن صلاتي ونسكي ومحياي ومماتي لله رب العالمين لا شريك له وبذلك أمرت وأنا أول المسلمين بسم الله الرحمن الرحيم اليوم يئس الذين كفروا من دينكم
تخشوهم واخشون اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا اليوم يئس الذين كفروا من دينكم فلا تخشوهم واخشون فلا تخشوهم واخشون اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي ورضيت لكم الإسلام دينا صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار Ya Allah, əziz, dəyərli Quran qarəsi Hacı Rahib qardaşımız çox gözəl Quran qiraət elədi. Allah səsinə, avazına bərəkət versin, özünün, ailəsinin salamatçılığına, ölənlərinin ruhu istirahətinə bir nurani salavat ehsan edəyək. Əziz dəyərli qonaqlar, əziz dəyərli bu gözəl bayrama cəm olan möminlər, möminələr, dəyərli ustadımız Hacı Bəyax elan etmişdi. Bizim bu günləri, bu gözəl axşamda çox qiymətli qonaqlarımız var, Əhl-i-Beyt məddahları var, Əhl-i-Beyt şairləri var. Əlbəttə ki, hər birisinin bu mübarək günlərdə onların da inşallah ehsanları, hədiyyələri olacaq inşallah. Allah ali dərəcədə qəbul eləsin. Amma indi isə proqramımıza uyğun olaraq inşallah dəyərli ustadımızı dəvət edək, inşallah xütbə eləyəcək. Allah elminə, imanına bərəkət versin. Allah qəsəbəmizə çox görməsin, sayəsini qəsəbəmizin üzərindən əskiyə eləməsin inşallah. Bu niyyətə də hacının salamatçılığına, Peyğəmbər və Əhl-i-Beytin gül cəmalına salavat ehsan eləyək. Əuzu billahi minəşşeytanirracim.
بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. Peygamber ve Ali Peygamber'e salavat hediye ediyor inşallah. Allah. Peygamber oğlu Peygamber'e salavat çekilir. Amin. Muhammed. Din-i İslamın qüvvətlənməsi, din düşmənlərinin məhv nabud olmalarına salavat çekilir. Məriz və mərizələrimiz, dərdi bilinən, bilinməyən xəstələrimiz xüsusilə bu günlərdə bu məclislərə gələndə zəng vasitəsilə, SMS vasitəsilə, canlı belə dua edərkən məni unutma deyənlərin hacətlərinin, mətləblərinin rəva olmasına salavat çekilir. Məclisimizin daha nurani, daha münəvvər olmasından ötürü qəlbimizdən kinin, küdurətin, şeytanətin, vəsvəsənin çıxıb ilahi nurla, iman nuru ilə əvəz olmasından ötürü Muhammed və Ali Muhammedə salavat çekilir. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. Qalal hakim fi muhkam kitabihil kerim. Əuzu billahi mineşşeytanirracim. Ya eyyuhar rasul belliq ma unzile ileyke min rabbik və in ləm təfəl fəma bəlləxtə risalətəh. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm qardaşlarıma, ana bacılarımıza, canlı vasitəsilə dilbər cuşələrimizdən və ölkə hüdudlarından kənarda bizi izləyən, səsimizi eşidən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, bu mübarək günlərdə tutduğumuz orucları, qəlbimizin dərinliyindən dilimizdə ifadə etdiyimiz bütün dua və hacət və mətləbləri bizdən qəbul eləsin inşallah. Əlbət, bu günlər doğrudan çox müqəddəs və mübarək bir günlərdir. Mən bu müqəddəs və mübarək gün münasibəti ilə bütün dünya müsəlmanlarını, əhl-i beyt sevərləri, başda zəmanə imamımız olmaqla siz əzizləri səmimi dildən, qəlbdən təbrik edirəm. Allah bu günü cümlə bəşəriyyətə mübarək qərar versin inşallah. Doğrudan da bu gün İslam tarixində ən möhtəşəm bir gündür. Hətta hədislərdə var, Fürat ibn Əhnəf adlı bir ravi İmam Cəfər Sadiq əleyhissalamdan sual eləyir, soruşur. Buyurur, Cu'iltu fidakə, canım sənə fəda olsun, sənə qurban olum imamım. Həllil musliminə idun əfzəl minəl fitr vəl-uzha və yevmil cümə və yevmil arəfə. Ey mənim imamım, müsəlmanların fitir, qurban, cümə günü və ərəfə günündən başqa
bayramları varmı deyə sual edir. İmam Cəfər Sadiq əleyhissalam buyurur, qalə nəəm, bəli, var, əfzəluha və əzəmuha və əşrəfuha, ən fəzilətli, ən əzəmətli, ən şərafətli, Allah yanında olan müsəlmanın bayramı, Həzrət buyurur, və huvəl-ləzi və huvəl-yevmul-ləzi, o gündür ki, əkməlallahu bihid-din, həmin gün Allah dinini kəmala çatdırmış, kamil etmiş. Məhz ayət-i şərifə sonuncu nazil olan ayədir ki, məhz bu gün Qədir-Xum günündə hatifdən səda Cənab-ı Cəbrail vasitəsilə buyurdu ki, Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün bir gündür ki, mən sizin dininizi kamil etdim. O nöqteyi nəzərdən bugün İslam tarixində ən mübarək, ən müqəddəs İdullahul Əkbər, Allahın böyük bayramı adlanan bir gündəyik. Allah bu günün əzəmət və fəzilətindən fayda aparıb, bəhrənən kəslərdən bizləri qərar versin inşallah. Möhtərəm cəmaatımız, tarixin elə günləri var ki, o təqvim günü kimi təqvimdə qalmır. Artıq o gün ayları, illəri, bəzən əsrlərin fövqündə duraraq yaşayır və tarixi bir günə çevrilir. Məhz bugünkü gün, Qədir-Xum günü də Zilhiccə ayının 18-i kimi elə təqvim günündən bir gün kimi qeyd olunmur. Əsrlər, 14 əsr keçib, amma bugün biz həmin günü yad edərək, həmin günün, o tarixi günü xatırlayaraq bura toplaşmışıq. Deməli, bu elə bir əzəmətli bir gündür ki, artıq əsrlərin fövqünə varmış. Bir sözlə, bizim həyatımızda bəzən elə günlər olur ki, o tali yüklü günlər deyirlər. Yəni, insanın ömrünün daha ən səmərəli, ən faydalı bir gününə çevrilir. Bugün əslində İslam tarixinin ən unudulmaz, ən tarixi, ən şanlı bir günüdür. Bir sözlə, Qədir-Xum Hicrətin 10-cu ili Zilhiccə ayının 18-də təkcə Qədir-Xum adlı coğrafi ərazi ilə tamamlanmadı. Elə orada qalmadı və artıq bu həmin məkanı aşaraq dünyanın bütün coğrafi ərazilərində yad edilərək həmin günün nuru büsbütün dünyanı əhatə etdi. Bir sözlə, Qədir-Xum risalətin tamamlandığı bir gündür. Bir sözlə, əgər qısa bir sual vermiş olsaq ki, Qədir-Xumun mahiyyət və əhəmiyyəti nədən ibarətdir? Elə bu ayənin bu hissəsini söyləmək yetər ki, görün nə qədər mühüm bir məsələdir ki, Allah Teala sonuncu Peyğəmbərimizə, Allahın salavat və salamı olsun ona, buyurur ki, və inləm təfəl fəma bəlləxtə risalətə. Ya Peyğəmbər, əgər sən bunu insanlara çatdırmasan, 23 illik Peyğəmbərlik misyan natamam qalar. Qısa bir sözlə, Qədir-Xum risalətin tamamı. Qədir-Xum 23 illik zəhmətin sonu. Bir sözlə, burada məsələ görün nə qədər mühüm bir məsələdir ki, hətta Peyğəmbər salavatullah orada bir anlıq tərəddüd eləyir. Çünki İmam Əli əleyhissalam Peyğəmbər salavatullahın həmi dost doğma əmsi oğlu idi. Həm də ki, gözünün ağı qarası qızı Zəhra salamullah əleyhanın da yoldaşı idi. Yəni, həm yeznəsidir, həm də əmsi oğludur.
Peyğəmbər salavatullah tərəddüd edirdi. Çünki belə bir deyim var. Loğman həkim bir gün oğluna deyir, oğlum, darvazanın ağzını bağlamaq olar, amma xalqın ağzını bağlamaq olmaz. Hərə bir söz deyir, hərə bir söz danışır. Amma orada Peyğəmbər salavatullah dayanır və tərəddüd edir. Cənab-ı Cəbrail əleyhissalam nazil olur, buyurur, ya Rasulallah, Allah əzzə və cəll yəqrəukəs-salam. Cəlal və cəmal sahibi olan Allah sənə salam söyləyir, sənə salam deyir və yəqulu lək və buyurur ki, İnnəhu qəddənə əcəlükə və muddətük. Ey Allahın Rəsulu, Allah söyləyir ki, artıq sənin vaxtın azalıb. Dəna əcəlük, yəni vaxtın çatıb. Artıq bu dünyanla vida etməlisən. Həccətül vida ona görə deyirlər ki, Peyğəmbər salavatullahın ömründə o vida həcci idi, sonuncu həcci idi. Və orada buyurur ki, fəxaşiyə Rasulullah, Allahın Rəsulu qorxurdu, bilirsinizmi nədən? Min qovmihi və əhlin nifaq və şiqaq. Orada fitnəkarlar var idi, münafiqlər var idi. Elə hamısı əlində təsbih, həcdən qaydanda elə mənəvi cəhətdən hamısı elə Peyğəmbər salavatullahın elə həqiqi yanında olanlar deyildi. Peyğəmbər salavatullah qorxurdu ki, ən yətəfarraqu və yərcu'u iləl cahiliyyə. Cəmaat arasında təfriqə yaransın və onlar qayıtsın cahiliyyə dönəminə. Bundan ehtiyatlanırdı. Amma Cənab-ı Cəbrail Allahın kəlamını söyləyir Peyğəmbərə ki, Əqim, qalx, dur ayağa, xuz aleyhimul bey'ə, onlardan beyət al. Əslində Qədir Xum beyət günüdür. Rəmzi mənada 14 əsr sonra bizim bir araya analarımız, bacılarımız orada, aramızda burada olan yaşlılar, cavanlar, gənclər ki, toplaşmışıq bura. Əslində beyətimizin təzələndiyi günüdür. Biz bura gəlmişik, istəyirik deyək ki, ya Rasulallah, əgər hicrətin 10-cu ili, Zilhiccə ayının 18-də, 1400 il bundan öncə, əgər Məkkə ilə Mədinə arasında həmin o Qədir Xum, bugünkü gün əraziyə, yerə görə, bəzən tarixi hadisələr var, o coğrafi ərazidə baş verdiyinə görə tarixin yaddaşında o hadisə kimi. Məsələn, bizim tariximizdə unudulmaz tarixlərimizdən Xocalı soyqırımı. Əslində, həmin gün, həmin Xocalı əraziyə görə, coğrafi məkana görə tarixə də o cür düşüb. Və Qədir Xum da, Qədir suyun toplaşdığı, o çuxur yerə deyərlər, Qədir. Xumda həmin o yerin adı. Yəni, bizdə el məsəli var, necə deyərlər, su axar, axar, çuxurunu tapar. Orada da əziz hacılarımız, zəvvar yoldaşlarımız var burada. Bilirlər, gedməyənlərə Allah nəsib eləsin, gedənlərə dübarə nəsib eləsin. Ora coğrafi ərazi baxımından dağlıq ərazidir. Həmin o Qədir Xum, o çökək yer olduğundan, həmin yerdə 4 yol ayrıcında Peyğəmbər salavatullah Cənab-ı Cəbrailin sifarişi ilə, Allahın əmri ilə dayanır. O 4 yol ayrıc həqiqətdə tarixdə qeyd eləyirlər, məhz həmin o Qədir Xum baş verən bu hadisə ayə nazil olan yerdə. Deməli, şimal istiqamətindən Mədiniyə yollanarmışlar. 4 yol ayrıcındaydılar. Şimal istiqamətindən Mədiniyə yola düşürdülər. Şərq istiqamətindən İraq zəvvarları oradan öz ölkələrinə hərəkət edirdilər. Qərb istiqamətindən Misirdən gələn zəvvarlar və
cənub istiqamətindənsə Yəməndən gələnlər, 4 bir istiqamətdə olanlar öncə gedənləri səsləyib geri qaytarırlar, olanları saxlayırlar və arxada olanlarısa gəlib çatmasını gözləyirlər. Baxın, hadisə nə qədər tarixi baxımdan və mahiyyət baxımından əhəmiyyətə malikdir ki, günün qızmar altında, qızmar günəş altında biz adətən özümü deyirəm, ədəbi kamil olmayan, əxlaqı kamil olmayan, elmi kamil olmayan bir sözlə Peyğəmbər salawatullahla müqayisəyə gəlməyən bir şəxs evimə qonaq dəvət eləyəndə mən onu günün altında saxlamaram. Harda sərin otaq var, orada yerləşdirərəm. Günün altında birinə sözün olanda, biraz yubananda, ayaq saxlayanda bir neçə dəfə bu şərəf və ləyaqəti sağlam olan, vicdanı sağlam olan, insani keyfiyyəti yerində olan insan dönə-dönə üzr istəyir, deyir, bağışda səni də günün altında saxladım. Bağışda yolundan elədim. Təsəvvür edin, qızmar günəşin altında cavan, qoca, yaşlı, qadın, kişi bilmədən Peyğəmbər salavatullah 90 min yazan, 110 min yazan, 120 min nəfəri saxlayır günün altında. Və məsələ o qədər mühümmidir ki, buyurur, deməsin hansısa mövzu natamam qaldı deyə söyləmir. Deyir, fəma bəlləxtə risalətə. Əgər bu sifarişi çatdırmasın, bunu insanlara deməsin, 23 illik Peyğəmbərliyin natamam qalacaq, kəmala çatmayacaq. Və orada Peyğəmbər salavatullah məşhur bir kəlamdır, hamımızın dilinin əzbəridir. Orada səslənir, mən kuntu mövlahu fəhaza aliyyun mövlah. Cəcavələrin üstündə hündür bir yerdə Peyğəmbər salavatullaha yer düzəldirlər və orada Peyğəmbər salavatullah buyurur ki, mən kimin mövlasıyamsa, kimin ağasıyamsa, kimin rəhbəriyəmsə, əmim oğlu Əli də onun mövlasıdır, onun ağasıdır, onun rəhbəridir deyə. Məhz buradan biz anlayırıq ki, deməli, Qədirxumun mahiyyəti əslində risalətin vilayətlə tamamlanmasıdır. Peyğəmbərlik missiyasının imamətlə bitməsidir. Adətən görürsən, bir ailədə Allah dünyasını dəyişən ata-analarımıza rəhmət eləsin. Ata yaşlanıb can üstündə olanda, görürsən evdə böyük oğul varsa, balaların toplayır, deyir, oğlum, mən dünyamı dəyişərəm, amma sən bunlara həm qardaş olarsan, həm də ata əvəzi olarsan. Ailədə 5 nəfər, 7 nəfər olanda, görürsən, özündən sonra bir böyük təyin eləyir, bir başçı təyin eləyir. İndi necə ola bilər ki, kainatın ən əfzəli, ən əşrəfi, ən əkməli, kamil varlıq olan dünyasını dəyişəndə özündən sonra bir rəhbər böyük təyin eləməsin. Bir sözlə Qədirxum nübüvvətin imamətlə davamı deməkdir. Nübüvvət bitirsə, imamətlə davam edir. Peyğəmbərin gətirdiyi ilahi məktəb Əhl-i Beytin rəhbərliyi ilə qorunub saxlanılır. Ona görə də məhz elə orada Peyğəmbər salavatullah 2 ağır əmanət xütbəsində buyurur ki, İnni tarikun fikumut thaqaleyn. Mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı olan Qur'an-ı Kərim, o birisi digəri isə mənim Əhl-i Beytimdir deyə buyurur. Bunlar bir-birindən ayrılmaz. Lən yəftəriqə hətta yəridə aleyyə filhovz. Kövsər bulağının kənarında mənə qovuşana dək bunlar bir-birindən ayrılmazlar deyə. Bir sözlə Peyğəmbər salavatullah özündən sonra İmam Əli əleyhissalamı ümmət başsız qalmasın deyə, Peyğəmbər salavatullahdan sonra yolunu azmasın deyə imamətini elan etdi. Və orada
bir dua etdi. Bizim bugün biri-birindən möhtərəm qonaqlarımız var deyə mən də sizlər təkə onların gözəl soğut ləhninə, avazına müştaqam deyə mən sözümü müxtəsər edəcəm ki, o Əhl-i Beytin gül bağında olan o bülbüllərin səsləri ilə, sözləri ilə qəlblərimizə huzur bəxş edən qardaşlarımızın da səslərindən istifadə edək. Məhz orada Peyğəmbər salavatullah belə bir dua etdi. Allahümmə vali mən valah. Ey mənim Allahım, əmim oğlu Əli ilə dost olana sən də dost ol. Və adi mən adah, kim əmim oğlu Əli ilə düşmənçilik eləsə, sən də ona düşmən ol. Və buyurdu, vansur mən nəsarəh, kim əmim oğlu Əliyə köməklik eləsə, sən də ona kömək ol. Vaxzul mən xazaləh, kim əmim oğlu Əlini xar etmək istəsə, Allah, sən özün də onu xar et. Və əhibbə mən əhabbəh, Allah, onu sevəni sən də sev. Ona məhəbbət bəsləyənə sən də məhəbbət bəslə. Əziz cəmaatımız, möhtərəm müsəlmanlar, möminlər, səsimizi eşidən hər kəs, səmimanə öz adımdan elə gecənin bu vaxtında yorğun bura toplaşan hər kəsin adından, bizi izləyənlərin adından üzümü Allaha tutub söyləyirəm ki, Peyğəmbər salavatullah ki, o duanı ki elədi, əhibbə mən əhabbə. Allah, sev o şəxsləri, o kəsləri ki, Əlini sevir. Allah, mən özümü deyirəm, əliboş, üzüqarı günahkaram, amma günahkar da olsam, amma qəlbimdə ağam Əliyə sevgim var. Sən buna şahidsən və sənin şəhadətin buna kifayət edər. Məhz İmam Əli əleyhissalamın bu günləri doğrudan da elan edildiyi, imamətinin elan edildiyi gündür. Məhz o gündür ki, din kamil şəxsin vasitəsilə kəmala çatıb. Əmirül-Müminin Əli əleyhissalam yeganə şəxsiyyətdir ki, Peyğəmbər salavatullah onun barəsində buyurmuş, Ənə Mədinətül ilm və Əliyyün babuha. Mən elmin şəhəri, əmim oğlu Əli isə o elmin dərvazəsidir, qapısıdır. Bir sözlə elmi kamil, əqli kamil, hər şeyin kamalın Əmirül-Müminin Əli əleyhissalamın barəsində buyurub. Hətta ədalətin simvolunun olduğu, imanla küfrün arasında hubbuhu imanun və buğduhu küfrün qeyrəz Əli ibn Əbi Talib bu kəlamı heç bir səhabənin barəsində Peyğəmbər salavatullah işlətməyib. Eşidibsiniz, o Əmras, Allah bütün hiləgərlərə, zalimlara lənət eləsin. İslam ordusu müharibələrin birindən, cihadın birindən qaydanda ara qarışdıranın işi hər yerdə elə məqam fürsət düşən kimi ara vurmaqdır. Gəlir, sual verir ki, deyir, ya Rasulallah, səhabələrdən kim bu döyüşdə yaxşı vuruşdu? Yaxşı qəhrəmanlıq göstərib, şücaət göstərdi. Bir neçəsinin adını çəkir, amma həmin savaşda, döyüşdə Əmirül-Müminin Əli əleyhissalam da iştirak edirdi. Amma İmam Əlinin adını çəkmədi. Bu məlun ara vurmaq üçün dedi ki, ya Rasulallah, Eynə Əliyyün, bəs heç Əlinin adını çəkmədin, Əlinin adı harada qaldı? Fəltəfətə ilə əshabi. Peyğəmbər salavatullah üzün yanında olan sahabələrə çevirdi. Buyurdu, haza yəsəluni ənin nəfs. Buyurdu ki, sən dedin mənə hansı səhabə? Əli mənə səhabədir, Əli mənim canımdır, Əli mənim özümdür. Hətta hədisdə var, Peyğəmbər salavatullah buyurur ki, mən və Əli bir nurdan xəlq olmuşuq. Allah bizi bir nurdan xəlq edib deyə. Ona görə İmam Əli əleyhissalam yeganə şəxsiyyətdir ki, onun barəsində Peyğəmbər salavatullah buyurur, Aliyyun ma'al haqq vəl haqqu ma'aliyyin. Əli haqla, haqq da Əli ilədir. Bir sözlə biz istəsək
Əmirül Möminin Əli əleyhissalamın fəzilətlərini sayaq bitməz. Hətta hədislərdə var: "Ləv ennel ğiyazə əqlamun vel bahre midadun vel hussab vel kuttab el ins vel cin ma ahsab fəzail Ali ibn Əbi Talib." Deyir, əgər meşələr qələm ola, dəryalar, çaylar, sular mürəkkəb ola. İndi dünyada meşəni təsəvvür elə. Bu tərəfdən qırırlar, o biri tərəfə çatmamış Allah yenidən düzərdir. Əgər meşələr qələm ola, dəryalar, çaylar, sular mürəkkəb ola, yazanlar, hesab kitab edənlər, insanlar, cinlər, mələklər, mələkin sayı da Allahdan başqa heç bir kəsə bəlli deyil. Əhadis-i Meyraciyyə, mərhum Şeyx Əbbas Qumminin Mənazilül Axirət, axirət aləminə səyahət əsəri var. Peyğəmbər sallavatullahın Meyrac hadisələrini yazanda deyir, bir yerə çatdım, gördüm dəstə-bədəstə mələklər gedir. Cənab-ı Cəbraildən soruşdum ki, ya Cəbrail, qardaşım Cəbrail, bu mələklər hara belə gedir? Deyir, ey Allahın Rəsulü, Allah məni yaradan gündən dəstə-bədəstə bu mələklərin getdiyini görürəm, amma hara getdiyini də bilmirəm. İnsanın ağzından hər çıxan sözün yanında Allah bir mələk xəlq edər. O mələk şahid olar. Ona görə, əziz cəmaatımız, bu qısa həyatda çalışağın, dilimizə sahib çıxağın. Hər nə söz gəldi, danışmayaq. Ümumiyyətlə, bunu bir dəstur olaraq, bir söz olaraq yadımızda saxlayaq ki, hər bildiyimiz sözü danışmayaq, bilmədiyimizsə heç danışmayaq. Yəni, hər bildiyi danışmalısan deyə belə bir şey yoxdur. Yəni, hər bildiyimizi danışmayaq, bilmədiyimiz mövzular barəsində də ümumiyyətlə danışmayaq. Allah Teala Qaf surəsi ayə 18-də buyurur: "Ma yelfizu min qawlin illa ledeyhi raqibun atid." Ağızdan hər nə söz çıxır ha? Burada elm əhli olan alim Rəbbani dostlar, qardaşlar, tələbə yoldaşlar var. Ərəb dilində ləfz ağızdan çıxan sözə deyirlər. O iki cür olar. Bir dəfə mənalı söz var, bir mənasız. Bizim dilimizdə də var. Məsələn, çör-çöp, qab-qacaq. Ərəb dilində də mənası olan sözə müstəməl deyərlər, mənası olmayana mühməl deyərlər. Ma yelfizu min qawlin. Ağızdan hər nə söz çıxır, fərqi yoxdur, onun mənası olsun, olmasın, rəqib və ətid, sağ-sol çiyində olan mələklərə deyərlər. Onlar qeyd eləyər. Ona görə çalışağın ağzımızdan hər çıxan sözə son dərəcə diqqətli olaq. Əmirül Möminin Əli əleyhissalamın barəsində bununla sözümü tamamlayıram. Peyğəmbər salavatullah buyurur: "Ləv ennel ğiyazə əqlamun." Əgər meşələr qələm ola, vəl bahrə midadun, çaylar, sular mürəkkəb ola, vəl hussab, vəl kuttab, əl ins, vəl cin, yazanlar, hesab kitab edənlər, insanlar, cinlər, mələklər ola, ma ahsab fəzail Ali ibn Əbi Talib, əmim oğlu Əlinin savab və fəzilətlərini çatdırıb yaza bilməzlər. Biz belə bir Mövlanın davamçılarındanıq, belə bir imamın imamətinin elan olunduğu bir günü qeyd eləməyə toplaşmışıq və bugün o şəxsiyyətin imamətinin elan olunduğu gündür ki, yacüzül bəyanu ən vəsfi və yuharrul cinanu ən idraki məqami. Dil onun vəsfini söyləməkdə acizdir, insan şuurusa onu olduğu kimi dərk etməkdən qüsurludur. Yəni, nə dilimizdə o cəsarət yox olduğu kimi Həzrəti vəsfidə, nə o şuura, idraka sahib və malik deyilik ki, imamı olduğu kimi dərk edək. İmam o imam idi ki, qeyrəz Əli ibn Əbi Talib heç bir imam bu iddiada olmayıb. Hətta qeyrəz Əli ibn Əbi Talib bu ifadəni heç bir imam da işlətməyib. Həzrət buyurardı: "Səluni qəblə ən təfqiduni." Nə qədər məni əl üzdən verməmsiniz,
nə qədər sizin arozdan getməmişəm, nəyin barəsində istəyirsiniz məndən soruşun. Hətta ardıca buyurardı, فَإِنِّي أَعْرَفُ بِطُرُقِ السَّمَاءِ مِنْ طُرُقِ الْأَرْضِ Mən göyün yollarına, yerin yollarından yaxşı bələdəm. 14 əsr bundan qabaq bu sözü deyəndə bəlkə onun mahiyyəti izah olunmazdı. Amma bugün kompüter texnologiya, mobil rabitə sivilizasiya əsri olduğundan hava yolları, hava xətləri var. Amma 14 əsr bundan öncə İmam Əli əleyhissalam buyurur ki, mən göyün yollarına, yerin yollarından yaxşı bələdəm. فَإِنَّ عِنْدِي عِلْمُ الْأَوَّلِينَ وَعِلْمُ الْآخِرِينَ Həzrəti Adəmdən xatəmə, xatəmdən qiyamətə bütün əsrar, bütün elmlər mənim sinəmdədir. Nədən istəyirsiniz soruşun. Amma heyf ona ki, səd heyf ona ki, imaməti təyin olundu, elə bəxin gəlib o birinci təbrik edənlər elə ən birinci əhdi pozanlar oldular. Peyğəmbər salavatullah 3 gün əhd aldı. Qızmar günəşin altında. Bəzən biraz bir məclisdə yarım saat oturanda görsən tıncıxırsan. O tərəfə çönürsən, bu tərəfə. Bəlkə də ürəyində deyirsən, bu nə vaxt qutaracaq, elə mən də durub gedərdim. Amma dedilər, ya Rasulallah, 120 min insan bir-bir gəlib, Peyğəmbər böyük tədbir tökmüşdü orada. Hətta xanımlar ki, naməhrəmdə əl verib, əl sıxa bilməz, beyət edə bilməz, böyük bir təşt su qoyub, qiyamət günü orada şəhadətləri baş versin deyə, əllərin suya salıb şəhadət verərdilər ki, Peyğəmbərdən sonra İmam, Vəli, Əli ibn Əbi Talibdir. 3 gün qızmar günəş altında Peyğəmbər salavatullah ona görə tövsiyə olunub ki, Qədir Xumu 3 gün qeyd eləyəsiz. Bəzən görsən olur da, indi cavandır, yaşlarına görə bəzən keçəcəkdir. Bir gün keçəndən sonra bayram məsələn indi 4-ü, 5-i, bizdə 6-sı. Deyir və 4-ü 4-ü, məsələn 5-i 4-ü. Yəni əzizim 4, 5, 6, sən yarım saat, 2 saat, 1 saat gəlib əyləşərsən, amma Peyğəmbər salavatullah 3 gün 120 min insandan İmam Əli əleyhissalamın imamətinə görə beyət alıb. Ona görə bugün İslam tarixində ən möhtəşəm bir gündür, ən gözəl bir gündür. Ona görə çalışın, biz necə digər bayram günlərimizi möhtəşəm qeyd edirik, bu günlərin əzəmətin. Son olaraq Peyğəmbər salavatullahın son mesajı orada Qədir Xummuda elə ki beyət elədi, 120 min insandan beyət aldı, sonda bir söz dedi. Dedi, məsələ bundan bitmədi. Orada Peyğəmbərin eyni ağzından çıxan təvatür həddində olan bir rəvayətdir, hədisdir. Həzrət buyurdu ki, فَلْيُبَلِّغِ şahidu əl-qaibə Bundan iş bitmədi. Burada olanlar şahid, yəni bu məsələni müşahidə edənlər, bu beyəti görənlərin boynunda bir haqq, vəzifə var ki, bunu çatdırsınlar burada olmayanlara. فَلْيُبَلِّغِ şahidu əl-qaibə Görün, məsələ nə qədər mühümdür ki, 3 gün beyət almasından əlavə deyir, boynunuza da bir haqq qoyuram ki, bu elanı burada olanlar olmayanlara çatdırsın. Ona görə biz bu günləri Qədir Xumun haqqını layiqincə əda etmirik. Bəlkə də illərlə ibadətdə olandan soruşsun ki, Qədir Xumun mahiyyəti nədir? Çətinlik çəkər izah eləmək. Ona görə bilənlərin vəzifəsi bu həqiqəti bilməyənlərə çatdırmaqdır. Allah bizi bugünün əzəmət və mahiyyətini dərk edib anlayanlardan qərar versin. Mən dedim, biraz az danışaram, amma gördüm sözü çəkdi. Biraz çox danışdım. İnşallah söz Əhl-i-Beyt məddahlarının, şairlərinin burada biri-birindən gözəl qardaşlarımız var. Hacı Teymur Şirvanlı qardaşımız, Hacı Möhəbbət Həbibi, Hacı Oktay əzizimiz və şairlərimizdən burada Kərbəla Əkrəm qardaşımız, Kazım qardaşımız inşallah ki, hərəsi
öz töhfəsini verər, onların da səlamətçiliyinə və sizin də daha mənəvi cəhətdən, ruhi baxımından mühüm yük sizin boynunuza düşür deyə sizi vurğulayıram. Biz dəyişirik, amma siz dəyişmirsiniz. İndi qulaq asmaq, danışmaqdan çətin vəziyyətə gəlib. Görürsən, evdə heç oğul atasına qulaq asmır. Görürsən, sözün bitirməmiş yardır. Ona görə siz böyük insanlarsınız ki, bizə ədəblə qulaq asırsınız. Odur ki, sizin səlamətçiliyinizə daha da məclisimiz rövnək tapsın deyə Muhammed o Ali Muhammedə 3 ucalı Muhammedi səlavası ki. Ya Allah, təşəkkür edirik hacıya. Allah razı olsun, Allah elminə, imanına bərəkət versin inşallah. Və bayaq da qeyd etdiyimiz kimi çox dəyərli, çox qiymətli qonaqlarımız var bugün. Onlar da öz iştirakları ilə məclisimizi zinətləndirirlər. Allah qədəmlərin mübarək eləsin. Və elə inşallah ki, dəyərli qardaşımız, Əhl-Beyt şairi Əkrəm qardaşımızı dəvət eləyək buyursun. Mən də ona bir müqəddimə verim. Ya Əli, Ya Əli. Bir dənə hamımız ürəkdən Ya Əli deyə inşallah. Maşallah. Ya Əli, 3 hərfli mübarək adın, Əkrəmcan, nə qədər xiffətin çəkən var Allah. Ya Əli deyəndə bəzilərinin dədəsin yandırır bu kəlmə vallah. Kimlərin sözü qəlbinə bir ox olur o kəlmə. İndi bizim də cavabımız var. Səni yandırsa da, yaxsa da yenə bu can, bu bədəndən çıxsa da yenə, qanım lap su kimi axsa da yenə, ölənə qədər də deyəcəm, bir salavat hədiyyə edəyək. Esselamu aleykum və rəhmətullah. Salam olsun Peyğəmbər və onun əhl-i beytinə hörmət, sevgi göstərən aşiqlərə. Bayramınız mübarək olsun. Göz açıb Kəbədə dünyaya şərafətli biri, ola bilməz onu tək dəhridə izzətli biri. Biz Qədirxumdan alıb ibrəti olduq nökər, ki odur bizlərə ibrətli seçilmiş rəhbər. Haqq Əli ilə, Əli haqlandı demiş Peyğəmbər. Qaldırıb haqqın əlin, ərşə ədalətli biri. Göz açıb Kəbədə dünyaya şərafətli biri, ola bilməz onu tək dəhridə izzətli biri. Var Qədirxum çölü pak yerdir, olur qumları nəm. Həcdən ki qayıdırdı o əziz Kanı Kərəm, saxlayıb karivana eylədi möminləri cəm. Dedi Peyğəmbər Taha o çölə çatdığı dəm, sizə Allah buyuran ayəni buyurub gedirəm. Əhl-i beytim ilə Qur'anı əmanət edirəm, hətta rəhbər qoyuram sizlərə qeyrətli biri. Göz açıb Kəbədə dünyaya şərafətli biri, ola bilməz onu tək dəhridə izzətli biri. Qalxdı yüksək yerə haqqın səsi də yüksəlsin, səslədi ey Əli ki yanına həzrət gəlsin, və müsəlmanlara səsləndi bu din dirçəlsin. Məni Mövla bilən insan onu Mövla bilsin, ki xəlifə odur İslama ləyaqətli biri. Göz açıb Kəbədə dünyaya şərafətli biri, ola bilməz onu tək dəhridə izzətli biri. Əsl möminlərə imanı gərək şah olsun, rahı Allaha gedən ali olan rah olsun. Haqqı izhar elə Əkrəm, hamı agah olsun. Olma məşər günü gəldikcə xəcalətli biri.
göz açıb Kəbədə dünyaya şərafətli biri. Ola bilməz onu tək dəhridə izzətli biri. Din-i İslamın uca sərvəri Həzrət Əlidir. Dünya möminlərinin rəhbəri Həzrət Əlidir. Fəth edən Xəndəki həm Xeybəri Həzrət Əlidir. Kim əgər düşsə dara, yavəri Həzrət Əlidir. Zikr edin, aləm eşitsin bu səsi. Bir yerdə. Ya Heydər, Allahın dəhridəki Heydəri Həzrət Əlidir. Əlinin eşqi dərindən də dərin dəryadır. Özü bir surəti məna, adı bir mənadır. Əlinin fəthi Qədirxum deyilən səhradır. Kimə mövladırsa Peyğəmbər ona mövladır. Ümmətin dürrü Əli, Cohəri Həzrət Əlidir. Maşallah. İnşallah bu beytə hamımızdan bir əhsən istəyirəm. Əlinin eşqinə yaraşan əhsən olsun inşallah. Çoxu inkar eləyir haqqın əsl keçmişini. Ki Qureyş tayfasının haqqı danan vərdişini, Məkkədə istədi ki haqqa batırsın dişini, gecə Peyğəmbərin haqsızca bitirsin işini, oldu həm canı onun, oldu həm canışını, qoruyan Həzrəti Peyğəmbəri Həzrət Əlidir. Özü elmin qapısı, mərd və ləyaqətli ağa. Rükü halında sayılmışdı fəzilətli ağa. Üzü ehsan eləyibdi o səxavətli ağa. Odur qüvvətli, ədalətli, şərafətli ağa. Ki qıran Kəbədəki bütləri Həzrət Əlidir. Əlidir zinnəti hər cümlənin, hər misranın. Əlinin eşqinə aşiqləri vermiş canın. Vəli bir damlası olmaz çoxu bu dəryanın. Əkrama eşq ilə yaz, şeirini ol Mövlanın. Deyəcəklər ki sənə nokəri Həzrət Əlidir. Salavat hədiyyə edəyəm. İmamın bil əlini, çünki hidayət yoludur. Haqq ilə batili ayıran tək itaət yoludur. Odur sakit Quranın natiqi Quran sifəti, onu sevmək imanın zilbəsi vəhdət yoludur. Odur eşq, odur dərya, odur iman bulağı, odur qüdrət, odur qüvvət, odur dinin dayağı. Odur hər şeydən əziz, canını peşkəş eyləyən, onun hər addımı, hər anı nübüvvət yoludur. Odur Xəndək döyüşündə yox edən üdvanı, odur Xəndək döyüşündə qoruyan İslamı. Rəsulallah belə göstərdi bizə ünvanı. Əlinin zərbəsi üstündür, şərafət yoludur. Odur Qədirxumda bizlərə öndər seçilən, Peyğəmbər canişini ümmətə rəhbər seçilən, odur cənnət xanımı Zəhraya həmsər seçilən, etdiyi hər əməli şah vilayət yoludur. Əkrəmin cürəti yoxdur ona tərif yazsın. Vücudu pak olana tərifi əllətif yazsın. Bu səbəbdəndir ləqəbi Allahın aslanı, Qumdağı Kəbə evi möminə höccət yoludur. Bayramımız mübarək olsun. Allah qəbul eləsin inşallah. Çox sağ ol. Təşəkkür edirik Əkrəm qardaşımıza. Hər dəfə belə gözəl mənəvi günlərdə o da qəlbinin, ürəyinin, eşqinin ona təqdim etdiyi həqiqətən də çox qiymətli, dəyərli Əhl-i Beytə aid sözləri bizlər üçün həqiqətən gözəl şəkildə qiraət edib, minnətdarlığımızı bildiririk, var olsun. Bəli, dahi Füzulimizdən bu yana bütün Əhl-i Beyt şairləri ki, bu Əhl-i Beytin adının təbliğatında, ucalmağında böyük xidmət göstəriblər. Allah ruhların şad eləsin, qalanlara da can sağlığı versin.
Mövlana Məhəmməd Füzuli buyurur ki, Mürtəza bir dür dəryayı vilayətdir kim, hərəm-i Kəbədir ol, dürr-i yetimin sədəfi. Qeyridən əşrəf əgər olsa, onun üçündür kim, hərəm-i Kəbədən ol, kəsb-i qılıbdır şərəfi. Bəli, hamımız bilirik ki, İmam Əli əleyhissalam Kəbədə dünyaya gəlib və Kəbə İmam Əli əleyhissalamın orada dünyaya gəlişi ilə daha da zinətlənib. Ya Allah, bu gözəl elə məqamda siri çox qiymətli Əhl-i məddahı Hacı Teymur Şirvanlı qardaşımızı salamatçılığına bir salavat hədiyyə və dəvət edəyik. Allahümmə salli ala Muhammed. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla mən də öz növbəmdə başda ağamız, Mevlamız, İmam-ı Zaman Əcəlallah Teala Fərəcəhu Şərif olmaqla bütün Əhl-i Beyt dostlarına, sizlərə göz aydınlığı verirəm. Bayramımız mübarək olsun inşallah. Allah Teala bizləri Əli və övlad-ı Əlidən ayrı düşməyə izin verməsin inşallah. Bu niyyətə Peyğəmbər, Ali Peyğəmbərə, Hacı Oktay qardaşımız ki, bayaq deyirdi, o Əli düşmənlərinin belin sındıran bir salavat zikr elə. Allahum salli ala Muhammed, Ali Muhammed və accil fərəcəhum. Ya Əli, bəli, Ya Əli, bugünün zikridir də Ya Əli. Görək inşallah bu bayram günlərində ağamız bizə nə inayət eləyəcək, nə verəcək inşallah. Bab-ı səxa Əli, Əli, Bab-ı səxa Əli, Əli, ruh-ə səfa Əli, Əli, müşkülün olsa hər zaman sidq elədi Əli, Əli, canım 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 Əli, Peykəre-i Kərəm Əli, bende-i mühterem Əli, felsefe-i gidem Əli, fürsət-i müğtənem Əli, saqi-i kövsərim Əli, şafi-i məhşərim Əli, dafi-i gəmlərim Əli, dildəki əzbərim Əli. Gözəl adı gözəl deyir. Canım Əli, Əli, canım Əli, Əli, canım Əli, canım Əli, canım Əli. Allah şahiddir, amma gözləntim bu dövr idi. Bu Əli adın bundan da uzadı. Canım Əli, bəh, 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 bərəkallah. Canım Əli, Canım Əli, canım Əli,
can cananım Əli. Sizin dilizcən deyirəm zikr o itaətim Əli, hüsnü ibadətim ömrümə zinətim Əli, xəlqə vəsiyyətim İzzət o şökətim şən o şərafətim hər iki dəhridə mənə munisəli rəca Əli canəm 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 Cəbrəil mağazayan hamili peyğaməm mən yar dərgah xuda amili ilhaməm mən. Bunu qurban olaramsa bunu İlk dəfə oxuyuram. Cəbrail mələyin dilindən yazıb, şair yazıb əlbəttə, amma Qədir Xumaşi gətirib ayəni, ayələr, səhv eləmirəmsə ayələr gəlir, Cəbrail gətirib. Şair onu vəsfə çəkib. Cəbrailə mağacan hamili peyğaməm mən Yar dərgah xuda amili ilhaməm mən Ya Rəsulallah Nazil oldum sənə bir tazə peyamım vardı Vəhy darasimi ol qasidi xoşnaməm mən Gün bir gün mübarəkdir səfa həngami Məzhər-i şadiyəm o qabiz-i alamam mən Ya Rəsulallah Mən deyim səndə eşit əmri həq-i yektani Gənc-i ayat-ı xuda mənbə-i əhkaməm mən Ya Rəsulallah Haq salam etdi sənə bə'd səlam Ay Əhməd Agah ol məqsədi mən Ali-i fərcaməm mən Əmr elə Diqqətim mən olacaq Əmr elə Cəbrail mələk deyir Ya Rəsulallah əmr elə Qafilə-i Məkkə dayansın bu zaman Hacılar cəminə həmrah dəlaramam mən Dini təkmil edəsən əmri həq-i yektadı Əmrə məzurəm o məhkum-i bi-elaməm mən Yevm-i əkməltu ləkum dinukum izhar eylə De peygəmbərlərə gər xətm-u sərəncaməm mən İstirəm faş olan Ya Rəsulallah hacıları saxla 120 min onlara denən İstirəm faş olan məndən sonra Mola kimdir fikri ümmətdiyəm o rəhbəri İslaməm mən Peyğəmbər mənbər düzəltdirdi Mənbərin üstə çıxıb ərz-i səlam etdi əzəl Rəsm-i əhbab ilə ta mətləbə güya olsun Oxudu bir neçə ayə Qohər-i Qur'andan Qətrələr bahəm olub Rahi-i dərya olsun Tüddü əngüşdi işarət Əleyhissalam dayanıb kənarda
barmağı ilə işarə elədi, işarət barmağı ilə. Ya Əli, gəl dayan, gəl dayan kənarımda. Ta kənarında Əli həmsəri Zəhra olsun. Xaşianə dayanıb Heydər o dəm mənbərdə. Əli əleyhissalam gəldi, dayandı Peyğəmbərin xüzu ilə, xuşu ilə. Güya mah gəlib zinət-i dünya olsun. Çox yormayacam səni. İnşallah buna bir eşq istəyirəm. Buyurub ümmətə, ey ümməti por ehsasım, İstirəm əmri həqi davərim. İstirəm əmri həqi davərim ifa olsun. 23 ildir Xuda hökmünə mən məsuləm. Məqsudi həq budur ta dinimiz ihya olsun. Bəh bəh bəh. Qoymaram din gəmisin ləngəridə tufanda. 23 il Allahın dinin yaymışam, belə olmaz. Mənim neçə günüm qalıb gedəm, dini öz başına qoyam. Yox, yox, münafiqlər bunu gözləyirlər. Yox, qoymaram din gəmisi ləngəridə tufanda. Ümmətim bəlkə bəri az qəmi fərda olsun. Buna bir gözəl əhsən istəyəcəm səndən. Etdi təklifi mənə, Xaliqi məndən bu sözü. Əmri həq indi gərək bir icra olsun. Hazırsan buyurub qalmaya səndən sonra din rəhbərsiz. Beyyət al ta ki Əli ümmətə mola olsun. Bunu bilmirəm necə yazıblar, şeiri saxladım, amma hər gün oxunanda adam elə bir təzədir. Adam yorulmur, necə yazıb, bunu necə bəstələyiblər, bax hələ. Əli, Əli Mola, Əli, Əli Mola, Əli, Əli, Əli Mola, Əli, Əli Mola. Hamı əlin qaldırsın hələ. Əli, Əli Mola. Can. Əli, Əli, Əli Mola. Əli, Əli Mola, Əli. Dərdlərə dərman. Özüm bu beyti oxuyuram, bilmirəm, ürəyində nə hacətin var. Dərdlərə dərman, Həbibi Loğman, aşıqi Subhan, Natiqi Qur'an Əlidir Əli. Mola, 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 Əli, Əli Mola, Əli, Əli Mola, Əli, 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 Əli Mola, Əli, Əli Mola, Əli. Hər qaməti həllam. Mən üzr istəyirəm o dəyərli əhl-i beyt bülbülləri var. Mənim oxumağım müqəddimədir. Əsas feyzi uzma onlardadır inşallah. Diqqət eləyin. Hər qaməti həllam, sərdar ola bilməz. Hər darə çıxayan
her dara çıxan meysəm təmmar ola bilməz. Görüm şeiri əhlini oxuyuram ya yox, qurban olum sizə. 120 neçə mindir gələyən dəhrə peyəmbər, hətta birisi Əhməd Muxtar ola bilməz. Bir şəhbər uçan göylərə, bir şəhbər uçan göylərə şayad olar, amma hər kimdə ola Cəfər Təyyar ola bilməz. İndi bir ad gəlir, bilirəm hamımız o ada aşiqsiniz. Var çoxlu dilavər ki alıb, var çoxlu dilavər ki alıb çiyninə bayraq. Əgər ürəvi yasa eşqi gizlətmə. Var çoxlu dilavər ki alıb çiyninə bayraq. Hər bayraq alan qolsuz əbəlfəz ola bilməz. Ləbbeyk ya əbəlfəz. Dedi. Var çoxlu dilavər ki alıb çiyninə bayraq. Hər bayraq alan qolsuz əbəlfəz ola bilməz. 3 misra qalıb bir beytdən surud oxuyum, sözü verim qardaşlarıma. Amma nə qədər ürəyində eşqin olacaq, mənə yox, şairə, şair qardaşlarım, ustada, məddahlara öz-özə deyərsən. Bax hələ Peyğəmbərə iblağ olunub ayə-i əkməl, Allah sözüdür, əmrinə inkar ola bilməz. Zilhiccənin 18-i yığdı başa xəlqi, bir xütbə buyurdu, elə qofdar ola bilməz. Səsləndi ki mən hər kimə salar o vəliyyəm, məndən sonra Heydər kimi rəhbər ola bilməz. Aşıqı Subhan, sahibi iman, sənin adındır dərdlərə dərman. Aşıqı Subhan, sahibi iman, sənin adındır dərdlərə dərman. Səslədi Taha Əli həmsər Zəhra, elmi də dərya, mənsəbi əla. Səslədi Taha. Nə gözəl addır. Allah bizi bu addan ayrı salsın. Neyin yarıyor biz? Vallahi. Bir dünyada yaşasan Əli məhəbbəti olmuyor. Ha? Bəziləri var, düşməndirlər. Yoxsa bədbəxtdirlər də, düşmənçilik edir. O belə söz var, dünən də dedim, o biri məclisidir. Onlar ölüdür əslində. Elə bayramdır da, deyim söz deyir, rəhmətə gedib, amma özünə demirlər. Elə bir ifadə var. Biri olub, danışım da bir lətifədə, biri olub o oxunmayan şagird olub, dərsdən tez-tez qalırmış. Birdən babası ilə yol gedir, birdən müəllim çıxır bunların qabağına, buna neçə gündə dərsə getmir. Baba deyir ki, bala, gizlən müəllim səni görməsin. Deyir, baba, mən gizlənmiyim, sən gizlən. Deyir, mən niyə? Deyir ki, müəllimə demişəm ki, babam rəhmətə gedib, sənə görsən. Onlar ki, Əli ilə düşməndirlər, gör kimlər ha. Onlar əslində rəhmətə yox, ölüdür, amma özünə demirlər. Qurban olum sizə. Aşıqı Subhan, sahibi iman, sənin adındır dərdlərə dərman. Səslədi Taha həmsər Zəhra, elmi də dərya, mənsəbi əla. Hazırsan? Əli, 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 eşqinə. Əli, 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 Əli.
Ali, 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 şiiri ilahi, alem fenahi, sen Ali can, məzlumlar ahi, şiiri ilahi, alem fenahi, sen Ali can, məzlumlar şahi, yar-ı peygamber, Fatih-i Xeyber, Sağ-ı Kövser, İslam'a rehber, Yar-ı Peygamber, Fatih-i Xeyber, Sağ-ı Kövser, bizlere rehber. Ali, 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 ya emir el müminin, istesen tapasan rah-ı nicati, Ali evladı Ali zamanına gönder bir ucalı salavatı. Bəli, təşəkkür eləyirik Hacı Teymur qardaşımızın. Allah səsinə, avazına bərəkət versin. Həqiqətən də İmam Əlinin adı gələndə damarlarda qan cuşa gəlir. Çünki bizim genlərimizdə, bizim dədə-babalarımızdan qanla ötürülən bir sevgidir, bir eşqdir. Sonradan qazanılmış bir sevgi deyil. Bilin, biz ya Əli deyənlərdənik. Bilin, biz ya Əli deyənlərdənik, biz İmam Əlini sevənlərdənik. Duysun bütün dünya, bütün kainat, eşitsin, qoy bunu bütün məxluqat. Nə qədər var ömrümüz, nə qədər var həyat, biz İmam Əlinin yolun gedənlərdənik. Peyğəmbər bu sözü dedi diliyle, Əli haqq ilədir, haqq da Əli ilə. Bunu sübut etdi öz əməliyle, bizlər də o haqqı görənlərdənik. Odur ədalətin uca zirvəsi, odur həqiqətin əsas nöqtəsi, dürüstlüyü heyran etdi hər kəsi. Bizlər də o haqqı görənlərdənik, bizlər haqq Əlidir deyənlərdənik. Biz Əlinin yolun gedənlərdənik, vilayətin qəbul edənlərdənik. Ya Allah, mən dəyərli Əhl-i-Beyt şairi, əziz qardaşımız, gənc Əhl-i-Beyt şairi olan Kazım qardaşımı dəvət etmək istəyirəm. Buyursun inşallah, məndən bu müqəddimələri edirəm. Hacı da yəqin ki, mənim də elə bu inşallah ki, xidmətim belə olar. Allah qəbul eləsin. Maşallah qardaşlarımız elə özləri səsləri ilə Allah nəfəslərinə bərəkət versin. Kazım qardaşın da salamatçılığına bir salavat ehsan eləyək. Ya Allah, bütün müsəlman qardaşlarıma bu bayram münasibəti ilə təbrik edirəm. İnşallah bir dənə Peyğəmbər və Ali Peyğəmbərə ucalı salavat. Kim müsəlmandır ona, sözsüz ki məlumdur bugün. Təzə yazılıb ha. Kim müsəlmandır ona, sözsüz ki məlumdur bugün. Ki Əli Mövla seçilmiş gün, Qədirxumdur bugün. Sanki şahiddir Qədirxumda bu baş vermiş ana, eşqimin hər zərrəsi səhradakı qumdur bugün. Qal Nəcəf səmtə,
qal Nəcəf səmtə eşitsin qoy Nəcəf torpağı da. Ya Əli zikrin demək ən ali məhfumdur bugün. Ey Əliyə zidd olan kəs, tövbə et, düz raha gəl. Ey Əliyə zidd olan kəs, tövbə et, düz raha gəl. Kim Əliyə iqtida eylərsə məsumdur bugün. Söylədi Taha xəlifə tək odur məndən sonra. Söylədi Taha xəlifə tək odur məndən sonra. Naxələflər ol məqamdan, yəni məhrumdur bugün. Ki odur Mövla, odur rəhbər müsəlman əhlinə. Haqqı inkar eyləyənlər haqqa məhkumdur bugün. Ruhu illərdir günahkar olsa da, gəl Kazımın yazdığı misraları vallahi məzlumdur bugün. Yazdığı misraları vallahi məzlumdur bugün. Salavat zikr eləyək. Bu şeiri də Hacı Oktay qardaşımızın bir gözəl verilişi var Misra TV Kanal 14'də. Orada səsləndirmişəm, bir də sizin üçün səsləndirim. Hər nə qədri vardı bu can, mən Əlidən dönmərəm. Hər nə qədri vardı bu can, mən Əlidən dönmərəm. Cismim olsa hətta alqan, mən Əlidən dönmərəm. Can verər gəl Əlidən, keçməz heç vaxtı Cəfəri. Dərk edib çünki dərindən itrəti peyğəmbəri. Vermiş 3 dəfə talaq dünyaya şahım nokəri. Eylərəm dünyanı talam, mən Əlidən dönmərəm. Tək onun adı olub aləmdə məhrəm qəlbimə. Qoymaram gəlsin yaxın bir başqa adəm qəlbimə. Hər dəfə zikri Əlidir təkcə məlhəm qəlbimə. Düşsə də illər ilə dərd qəlbimə, qəm qəlbimə. Eşqi cənnət bağçasını saldı cəhənnəm qəlbimə. Dəysə başımdan qılınc, sinəmdən ox. Həm qəlbimə vursalar 1000 yolla peykan, mən Əlidən dönmərəm. Xeybəri fəth eyləmək üçün doğmuş Heydərdir Əli. Eşq Zəhradır ki damadı peyğəmbərdir Əli. Şəmsidən üstün olan nuri münəvvərdir Əli. Həm əmir əl-möminin həm dinə sərvərdir Əli. Xəndəyi heyran qoyan kəsdir Əli. Nərdir Əli? Anlayın indi necə şiri qəzənfərdir Əli. Etmişəm bir əhdi peyman, mən Əlidən dönmərəm. Bu o Mövladır ki ismi ba, əlifbadan böyük. Qüdrəti vəsf olsa Tubadan və Sinadan böyük. Vardı sadiqlikdə Zəhrası Züleyxadan böyük. Həsrəti dünya qədərdir, vəsli üqbadan böyük. Bilmişəm sevdasın ümman, mən Əlidən dönmərəm. Əlini dəhridə aslan seçib Allahın özü. Əlini dəhridə aslan seçib Allahın özü. Göndərib şəxsi vəzirin bəşərə şahın özü. Ona Allah elə nur bəxş eləmişdir ki, onun qalıb həsrət üzünə şəmsin özü, mahın özü, yəni günəşin özü, ayın özü. Tut onun damənin azdırmaya şeytan səni qoy. Tut onun damənin azdırmaya şeytan səni qoy. Rahi Heydərdir bil, haqqa aparan rahın özü. Dərk edən Həzrəti Qur'anı demək dərk etmiş ki odur natiqi Qur'an, odur izahın özü. Ey Kazım, çarəsiz olduqda adın zikr eylə, olacaq çarə Əliyyəm Vəliyullahın özü. Hamımıza çarə olar inşallah. Salavat zikr eləyək. Təşəkkür edirik Kazım qardaşımıza. Allah səsinə bərəkət versin. Həqiqətən də şeirləri ilə məclisimizi zinətləndirdi. Axırda bir gözəl beytə toxundu. Əşhədü ənnə Əliyyən Vəliyullah. Şair də gözəldir ki, vilayətini təsdiq eyləyib Allah ya Əli. Sənə qardaş deyibdir Rəsulallah. Bax, bugünkü günlərdə. Əşhədü ənnə Əliyyən Vəliyullah. Eşidib azandan demişəm. Mən dil açandan demişəm. Ayaq tutandan demişəm.
Maşallah, eşq olsun ya Əli deyənlərə və bu məqamda bizim daha dəyərli qonağımız var. Qonaqlarımızdan daha dəyərlilərindən biri Hacı Möhəbbət Həbibi qardaşımı mən kürsüyə dəvət eləmək istəyirəm. Buyursun, inşallah o da gözəl ifaları ilə məclisimizi zinətləndirsin. Hacının da salamatçılığına, Peyğəmbər və Əhl-i Beytin gül camalına bir ucadan bir salavat hədiyyə edin. Qoy həvəs təşviq olsun inşallah. Buyur Hacı. Ya Allah, ya Allah, ya Allah. Nuru Cemal-i Heydərə ucalı salavatla yad elə. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allah Hacı Eldayağa can sağlığı versin, gözəl ustada, əziz şairlərə, Hacı Teymur qardaşım, Oktay qardaşım, Hacı Teymur gözəl, rəngarəng, gözəllik verdi. Onların da salamatçılığına zəhmət çəkirlər. Ucalı bir salavatla yad elə. Vaxt çox geçsə də biraz vaxtınızı çox almayacağım inşallah. İstəyirəm ürəklərinizi atasız Nəcəfə. Salam olsun sənə ya əmirəl-müminin. Əssalamu aleyk ya əmirəl-müminin. Hamılarımızın salamı olsun ağaya. Lebbeyk ya Ali. Ruh-i ədəb pərvərə bax, Heydərə bax, Heydərə bax. Ruh-i ədəb pərvərə bax, Heydərə bax. Naibi Peyğəmbərə bax, Heydərə bax, Heydərə bax. Şiəyə bax, sərvərə bax, Heydərə bax. Sədrədən sərləşərə bax, Əmri yıxan əllərə bax. Şəf çəkən Xeybərə bax. Əllərimizdə qurban. Heydərə bax, Heydərə bax, Heydərə bax. Sərvədəgən qaməti var, ərşədəgən sahəti var, sahibinin hörməti var, hər kim onun hacəti var. Səsləradin Heydərə bax, Heydərə bax, Heydərə bax, Heydərə bax. Heydərə bax, Heydərə bax, Heydərə bax. Qasım-ı Cəbbar budur, qatil-i küffar budur, cəngdə sərdar budur, hökmüdən əmdar budur, Meysəm-i Təmmar budur. Cəfər-u Təyyarəyə bax, Heydərə bax. Cəfər-u Təyyarə bax, Heydərə bax. Heydərə bax, Heydərə bax, Heydərə bax. Heydərə bax, Heydərə bax. Müşkül açan əllərə bax, Heydərə bax, Heydərə bax. Nur Cemal-i Heydərə salavat. Əzəliyyət, əbədiyyət sənə xatirdir Əli. Sənə qurban olub. Etibar bəşəriyyət sənə xatirdir Əli. Səcdə ruz و şəb xaliqə mədyunə məgər, qiblə ehraminə niyyət sənə xatirdir Əli. Atmaram Kəbənin əstarınə sənsiz,
ظالمی قصد تحلیل و زیارت sana خاطرdi Ali Cəbəli nurdakı cilvələnən səndən bilirəm Orada məfhum ibadət sana xatirdir Adı və qurban Zülfüqarın səsidir Şiələrin ləbbeyki Bəhbə Zülfüqarın səsidir Şiələrin ləbbeyki Şur bazar vilayət sənə xatirdir Əli adı və qurban Adı və qurban Hacı Teymur birini dedi, birini də mən deyim Şəms Təbrizi ilə Mövlana Gəlir qayırıq suyun üzündə Mövlana baxır görür bu suyun üzündə gəzir Deyir sən suyun üzündə gəzirsən Şəms Mən də gəzə bilərəm Dedi gəzə bilərsən Dedi hansı duanı oxuyum Bəlkə bu dua oxuyur mən suda gəzmək üçün Dedi əlləri ver günən əllərimə Əllərim verir ayağımı qoy günən suya Ayağını qoyur Deyir bu duanı oxu Deyirən ya Şəms ya Şəms ya Şəms Mövlana da başlayır ya Şəms ya Şəms ya Şəms Qorxan adam ayağının altına baxaraq Görür batmıram su maddələşib Batmıram Yavaş-yavaş gedə-gedə başımı qaldırım Bunun da əlindən şəms yapışıb Başımı qaldırım görüm mənim ustadım şəms nədir Görür başımı qaldırır görür şəms dilinin üzündə deyir Ya Əli, ya Əli, ya Əli Deyir ağa onun ağasıdır mənim də ağamdır Elə mən də deyərəm ya Əli Elə deyir ya Əli batır suya Şəms bunu qaldırır deyir bala nə dedin Dedi ağa gördüm sən deyirsən ya Əli Sənin ağındır mənim də ağamdır Dedi elə sən ya şəmsdir Dedi niyə Dedi sən mən şəmsi güclə tanıyırsan Əlini hardan tanıyırsan Məni güclə tanırsan, nə bilin cahili nadan Muhammed kim, Əli kimdir? Nəsimidir, Allah rəhmət eləsin. Vücudum şəhrinə girdim, tul-i nur-i xuda gördüm. Mən o nurun təcəllasın Muhammed Mustafa gördüm. Vücudum şəhrinə girdim, ilişdim cavhər-u canə. Sərasər könlümün bəxşin bir an nur-i xuda gördüm. Şəriət yoluna vardım. Tariqət gəşlisin buldum Mən o gəşlikdə vallahi Əliyyəl Murtaza gördüm İmamım əvvəlin Heydər Cahan meydanına sərvər Həmaldır saqi Kövsər Onu bəhr-ü səxa gördüm Onu bəhr-ü cəhanə hüsn-i xilqətdən Əlidən gəlməyib gəlməz Bu surətdən, bu solətdən Əlidən gəlməyib gəlməz Əli tək hansı pərvanə yanar suzu güdaz üstə Əli tək hansı aşıq çıxar razı niyaz üstə Gədaya xaltəmişah Əli verdi namaz üstə səxavətdən, kərabətdən Əlidən gəlməyib, gəlməz Buna bax Buyurdu Həzrəti Taha Əli Qur'ana mənadır Təkərrümdə, təqərrübdə Əli fovq Məsihadır Əli məndən sonra xalqa əmiri dini Mövladır Məqam-ı rəhbəriyyətdə Əlidən Gəlməz ey dildilə gəl denən Məqam-ı urfanda fəqət Əlini gördüm Ayat-ı rıza-ı səbrə baxdım Qur'anda fəqət Əlini gördüm Çox cəngidən qaçdı müddəyilər Meydanda fəqət Əli'nin gördüm Ey alemi mest eden nigahun Be şems و قمر چراغ راهun Ey hur و فرشته خاک بوسون Ve قبل حریم زاد جاهun مولا علی 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 من یوسف alıp sitar یقینا bir guşe çeşmeyle nigahun Adem'di senin tüfeil safrın Cibril esiri ruy mahun Ah ağa sen ayneyi
خدا نما سن شاه سریرم لافتاسن. Mübarek olsun bayramınız. Qardaşlarımız Hacı Ustad buyursun inşallah. Bölüşüb oxuyarıq. Əzizlərimizlə bərabər inşallah oxuyarıq. Ali 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 Hamımız bir yerdə Ali 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 Allah'ın aslani hakikat dastani Fatime'nin cani Ali 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 Allah'ın aslani Ali Fatime'nin cani Ali İrdümün dermani Ali 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 Hamılıqnan Ali 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 Xeyberi fetheden Resulü şad eden Xeyberi fetheden Resulü şad eden Düşməni xar eden Düşməni xar eden Ali 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 Hamımız bir yerdə Ali Ali Hey yetimler penahi Mazlumların ahi Müminlerin şahi Ali 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 Yetimler penahi Mazlumların ahi Müminlerin şahi Ali Ali Ya Ali 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 Ya Allah Ali 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 Maşallah Ali 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 علي حبه قسيم النار والجنة وسي مصطفى حقا إمام الإنس والجن علي حبه الجنة قسيم النار والجنة وسي مصطفى حقا إمام الإنس والجن علي 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 Ay maşallah Hacı. Ali 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 Mevlana Ali 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 Mevlana Ali 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 Mevlana Ali 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 Sesimiz bu öyle. Ali Ali Mevlana Ali 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 Mevlana Ali Ali Mevlana Ali 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 Mevlana
Mevlana Ali. Her asrın ilin her günü her anı Ali'dir. Çarxı felakün derdişi dövranı Ali'dir. Her asrın ilin her günü her anı Ali'dir. Çarxı felakün dövrilə dövranı Ali'dir. Cahillər olub aşıqı dünyanın əzəldən, aşiq eləyən hüsnünə dövranı Ali'dir. Aşiq eləyən hüsnünə dövranı Ali'dir. Ali, Ali, Mevla, Mevlana Ali. Ali, Ali, Mevla, Mevlana Ali. Dünyanı tamamen tuta zulmet yolu nazmaz. Alemde eğer her kimin unvanı Ali'dir. Allah'ı unutmuş ola kim xəstədir kalbi. Bir nüsxə yazılmış ona dermanı Ali'dir. Bir nüsxə yazılmış ona dermanı Ali'dir. Taan etme peygamber yok Ali'den yapışıpsan. Peygamberin Allah buyurup canı Ali'dir. Ne verse sakavətdir, neyi alsa adalet. Hakkın değeri kıymeti erzanı Ali'dir. Ali, Ali, Mevla, Mevlana Ali. 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 Allah'ını gördü dememiş Rabbi erini. Allah'ını gördü dememiş Rabbi erini. Heyrette koyan Hazreti Musa'nı Ali'dir. Heyrette koyan Hazreti Musa'nı Ali'dir. Hiç saili koymaz ki utansın elin açsın. Sail kapısında veren ehsan Ali'dir. Dağlar belem bu xilqətə baş əydirə bilməz. Dünyada da, uqbada da sultanın Ali'dir. Ali, Ali, Mevla, Mevlana Ali. Ali, Ali, Mevla, Mevlana Ali. Ali, Ali, Mevla. Bəhri qəmdən gilə düşsəm deyərəm ya Heydər. Mavcidən sahilə düşsəm deyərəm Ya Heydər, Bəhri qəmdən gilə düşsəm deyərəm ya Heydər, Mavcidən sahilə düşsəm deyərəm ya Heydər. Ağama qurban olum, ağama qurban olum, gözlərinə müştəriyəm. Baxsa da nökəriyəm, baxmasa da nökəriyəm, baxsa da nökəriyəm. Mən fəqət bir vərəqi, bir əməqəm candı Əli. Mən gədayı dəri eşqəm vəli sultandı Əli. Mən həmən muri zəifəm ki Süleymandı Əli. O yaman gündə əlimdən tutacaq Heydəriyəm. Tutsa da Nökəriyəm, tutmasa da nökəriyəm, tutsa da nökəriyəm, tutmasa da nökəriyəm. Kim onu bilməsə Mola necə rahat öləcək? Mən o Molaya dəxiləm, ürəyim dincələcək. Can verəndə bilirəm başımın üstə gələcək. İnşallah. Can verəndə bilirəm başımın üstə gələcək. Hacı Oktay, Allah eləməmiş birdən gəlməsə Əlidən üz döndərəcəm. Yox, can verəndə bilirəm başımın üstə gələcək. Ölləmə suda o gəlsə adının əzbəriyəm. Gəlsə də nökəriyəm, gəlməsə də bir də gəlsə də nökəriyəm, gəlməsə nökəriyəm, gəlsə də nökəriyəm. Ey Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu bir yerde. Allahu Ekber, Allahu Ekber. Maşallah, la ilahe illallah. Ey İmam-ı Mehdi, sahib-i zaman, yolumu gözleyir ehli Müslüman. Ey İmam-ı Mehdi, sahib-i zaman, yolunu gözleyir ehli
Müslüman da koyma bizleri daha ümidimiz sizedir ümrü Allah'a İntizarda koyma bizleri daha ümidimiz sizedir ümrü Allah'a Ya Mehdi Allahu Ekber Ay maşallah la ilahe illallah vallahu Merhaba Ya sahiben zaman sahiben zaman Ya sahiben zaman sahiben zaman Uca uca de Ya sahiben zaman Ya sahiben zaman Sahiben zaman Edrikni Salavat hediyeyle inşallah Allahümme salli ala Muhammedin ve ali Muhammed Ya Rahman Ya Rahim Ya Erhamer Rahimin Ya Allah Ya Allah Ya Allah Ya Allah Ya Allah Ya Rahman Ya Rahim İlahi Perverdigara Dergahı açılan ellerimizin avmi sinemze qaytarma. İlahi bu meclisi bizden âli derecede kabul eyle. İlahi dini İslam'a kuvvet ver. Dinin düşmanlarını mahv nabud eyle. İlahi kalbimizden kini, küdureti, şeytaneti, vesveseni kenar elə. İlahi bizleri öler ki güne de İlahi ağamız imam-ı zamanın zuhurunda tacil elə. İlahi bizleri o Hazretin zuhurunda layıklı iştirakçılardan karar ver. İlahi o Hazretin gelişiyle yer üzerinde hakkı, adaleti berpa eyle. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyekel Haccet ibnil Hasan Salavatüke aleyhi ve ala abai fi azis sa'a ve fi kulli sa'a وليا وحافظا وقائدا وناصرا ودليلا وأينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. İnşallah okunan ve edilen söhbətlərin, bu kəlamların qəbuluna və bu savablardan şəhidlərimizə hədiyyə olsun, ata-analarımıza hədiyyə olsun. Zakirani Əhl-i Beyt olublar, dünyalarını değişiblər, onlara hədiyyə olsun deyə ruhları şad. El-Fatiha ma'as-salavat. Peygamber, Ali Peygamber'e salavat seçeniye. Gel.
Seyyid-i Şühada İmam Hüseyin əleyhissalam başda olmaqla cəmiyyən şəhidlərimizi salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. İltimas. Nə oldu? İltiması dua edənlərimiz var. Xəstəsi olan, müşkülü olan, cümləsinin həllə rəva olmasına salavat zikr eləyək. Allah. Cəmiyyən əsgərlərimizin salamatçılığına, qazilərimizin salamatçılığına salavat zikr eləyək. Allah. Zindanlarda olan məhbusların, müşkillərinin həll olub azadlığa qovuşmalarına salavat zikr eləyək. Sükan arxasında əyləşən cümlə sürücülərimizin salamatçılığına salavat zikr eləyək. Bir qardaşımız müşkülü, sıxıntısı var, iltiması dua eləyib, həllə rəva olmasına salavat zikr eləyək. Allahümmə. Övlad arzusunda olan ailələrimiz var. Tezliklə əməl salih övladlar olmasına xatir salavat zikr eləyək. Hacı Eldəyək əziz qardaşımız başda olmaqla məclisimizi zinətləndirən məddah qardaşlarımız, şair qardaşlarımız, əhl-i beyt aşiqləri özlərinin, ailələrinin salamatçılığına, dünyasını dəyişmiş əmvatlarına xatir salavat zikr eləyək.